Bizim orqanizmimizdə maddələr mübadiləsinin normal şəkildə getməsi üçün müəyyən mikro və makro elementlərin orqanizmimizə gündəlik norma çərçivəsində qəbul edilməsi və daxil edilməsi vacib faktorlardandır. Nə yeyirəmsə də yeyim prinsipi ilə gedirsinizsə də onun axırı yoxdur. Xiyar kökəltməz insanı. Nə vaxt yeyirsiniz, yeyin, heç bir vaxt kökəltməz. Birincisi 96% sudan ibarətdir. İkincisi də ki, cəmi cümlətən 100 qramında 16 kalori var. Ondan sizi kökəltməsi üçün 7 kiloqram arası xiyar yeməlisiniz ki, heç olmasa sizə təxmini 700 kaloriya, 800 kaloriya qədər kalori versin. 100 qram yağın kalorisi 7 kiloqram xiyarın içərisində var. İndi oturun düşünün ki, hansının sizi kökəltmə ehtimalı daha çoxdur. Mən deyirəm, yağın kalorisi çoxdur, yağ sizi kökəldər. Deyirsiniz ki, yağ yeməyək. Amma yağdan idarəli şəkildə, düzgün şəkildə, balanslı, normal bir boşqabın bir hissəsi şəklində qidalanmağı, istifadə etmək ağlınızın ucuna belə gəlmir. O saatca kəsdim, atdım. Problem budur. Əslində problem qida məhsullarına deyil. O qida məhsullarından düzgün istifadə etməyən zehniyyətdədir. Valla.